dünyanın heç bir mərasimində toplanmayan izdiham, kütlə, toplum məhz İmam Hüseyin əleyhissalamın bu ərbəyin ziyarətində. Vallahu mutimmu nurih. Allah öz nurunu neyniyər? Tamamlayar. Deməli, burada mühüm olan Allahın istəyidir. Bəşər istəyi olsaydı, gərək bu hadisələr olmaydı. Amma Allahın istəyi İza əradəllah li şeyin kun fəyəkun. Allah bir şeyin olmasını istəsə, ol deməsi kifayət edir ki, o həmən olsun. Kərbəla Allahın nurunun sönməzliyinin ən böyük təzahürüdür. Kərbəla təkcə qılıncların toqquşduğu bir döyüş səhnəsi deyildi. Kərbəla sözün həqiqi mənasında vicdanların sınağı idi. Çünki bəzi insanlar ki, İmam Hüseyin əleyhissalamı ki, çağırmışdı, qılıncımız qınında səni gözləyirik gəlginə, amma məlun zalim Yəzidin qorxusundan, təhdidindən imamı dəvət eləyənlər imama qarşı elə qılınc qaldıranlar idilər. Orada yalnız sözün həqiqi mənasında kişilər qəhrəmanlıq göstərmədi. Qadınlar, gənclər, yeniyetmələr, hətta körpə balalar belə, qundaq körpə 3, 4, 5 yaşında olan körpə balalar da öz paylarını, qatqılarını qatdılar. Baxsaq, 6 aylıq Əli Əsqər əleyhissalam öz qanını ora qatmaqla imtahan verdi. İmam Səccad əleyhissalam o xəstə naxoş halı ilə, sözləri ilə və imamət nurunu yaymasıyla xanım Zeynəb salamullahi əleyha əsrlikdə Kərbəlanın o fəryadını, mesajını bütün dünyaya çatdırdı.